kişilik anlayışı necə qəbul olunur? Hər bir insan mı? Təbii ki, kişi ola bilər, insandan gedir söhbət, kişidirmi? Ümumiyyətlə, kişilik nə deməkdir? Müasir dünyada mənə elə gəlir ki, ilk növbədə öz insan kimi şəxsiyyətini qorumaq və öz həyatını mənsub olduğu millətin problemləri ilə, taleyi ilə bağlamaq. Yəni, qaçıb burada qıraqda dayanmamaq. Və təbii ki, insanlığın yüzillər boyu qəbul elədiyi əxlaq ölçüləri var. Əxlaq ölçülərinə bağlı olmaq. Bəlkə də buna görədir, kişilik deyəndə bizdə, məsələn, təkcə elə erkəklik nəzərdə tutulmur. Çünki o qədər... Çox elə başa düşür. Çox o qədər erkək var ki, öz mahiyyətinə, vücuduna və əməllərinə görə kişi deyil. Ona görə mən hesab eləyirəm, Azərbaycanda kişiliyin simvolları kimi mərdlik, düzlük, etibar, sonra yəni cəmiyyət üçün gərəkli adam olmaq, ancaq şəxsi tali, şəxsi mənafi, əqidə sahibi olmaq, sonra hər hansı bir məsləkə bağlı olmaq və deməli şübhəsiz bir əqidə sahibi, əlbəttə o əqidəsinə bağlı olmaq. O çox ciddi məsələlərdir. Mən bir dəfə də demişəm, yadıma gəlir o Bədir döyüşü zamanı Məhəmməd Peyğəmbərin əsgərlərindən 2-3 nəfər yolda düşmən tərəfi tutur, əsir saxlayır. Sonra bir şərtlə buraxırlar ki, gedin, amma bizim qarşıda döyüşümüz var, o döyüşə siz qatılmazsınız. Bunlar gəlib olan şey hamısı Peyğəmbərə deyirlər. Deyirlər, amma biz orada dediyi artıq azad olmuşuq da, daha gəlmişik, icazə ver qatılaq döyüşə. O da deyir ki, mən bir əqidə savaşçısıyam və o əqidənin təməlində düzgünlük dayanır. Mən onun bünövrəsinə namərdlik qoya bilmərəm. Və hesab eləyirəm ki, kişilik odur ki, yəni o bütün əməllərinin, bütün başlanğıclarının kökünə, təməlinə bir namuslu, düzgün yanaşma, düzgün bir münasibət, insanlığa böyük sevgi qoysun. Yəni, bəlkə deyil, o kişiliyin və əqidənin, məsləkin hamısının kökündə bir də o sevgi dayanır. Təbii. O sevgi dayanır, yəni özünə, öz kökünə, öz millətinə, öz torpağına sevgi olmayandan sonra nə məslək mümkündür, nə iş mümkündür, nə əməl mümkündür, nə də kişilik mümkündür. Təbii, özünü sevən insan da özünə hörmət eləməlidir. Özünə hörmət edən də başqasına hörmət eləməlidir. Bunlar da zəncirvari oxşardır. Sevgi hissi. Nə qədər, belə deyək, enki ciddi mənada başa düşəcəksiniz, sevmisinizmi? Və sevgi hissi, təbii ki, mən ana vətən sevgisindən bunları təcrid eləmirəm. Ən böyük sevginiz hansı sevgi olub sizin ömrünüzdə? Və bu ömür ki, sizindir, ancaq sizindir və siz bu ömürdə ancaq bir sevgidən gedə bilərdi söhbət. Və bu sevgi daha çox və daha önəmli, əsas sevgi kimədir? Bilirsiniz, bəsitləşdirmək istəmirəm, bu ciddi bir mövzudur və çox ən yaxşı zahirən əxlaqi cəhətdən belə deyək, ən gözəl cavab odur ki, çoxları deyirlər bir dəfə sevmişəm və sevdiyimlə də evlənmişəm və indi də belə gözəl görünür, amma əslində indi də çox gözəl yaşayıram. Çox təəssüf ki, həyat biraz daha mürəkkəbdir və insan həyatın müxtəlif mərhələlərində dəyişir. Ən müqəddəs görünən, yəni belə deyək, bütün ilk məhəbbətlər adama elə gəlir ki, bu sondur, dünyanın sonudur və bundan sonra heç bir şey mümkün deyil. Amma sonra acı bir xatirəyə çevrilir. Sevgi idealla bağlıdır və Azərbaycanlı kişilər üçün, mənim üçün də bir qadın idealı var. Həyat tərzimizin idealı var.
fədakarlıq, cəfakeşliyi var və qarşı tərəfdən də eyni şeyi görüb tələb eləmək istəyi var. Ona görə də təbii ki, həyatda ona görə mən deyə bilmərəm, yalnız bir dəfə sevmişəm və elə onunla hər şey bitib. Sevmişəm və həyatımın müxtəlif mərhələlərində mənim həyatımı dolduran, deyək ki, o sevgi idealıma çevrilən adamlar olub. Yəni bu daim də gedə bilər. Yox, şübhəsiz o bir müəyyən çərçivədə, müəyyən ölçülərdə mən onu yəni müəyyən vaxta qədər olub. Bu vaxta qədər ki, insan öz həyat yoldaşının, özünün belə deyək ki, yarısını tapır. Yarısını da. Ondan sonra bu məsələlər bitir şübhəsiz.